Xəritə sualları mənlik deyil. Deyirsənsə, bu izah sənin üçündür və imtahanda da qeyd edeyim ki, xəritə sualı mütləq düşür və bu izahda mən sizə 40-a yaxın testin izahını verəcəm və onu da qeyd edeyim ki, bu 40 test, yəni xəritə ilə bağlı test DİM-in ikinci hissə toplusundan qeyd olunur. Baxaq, 18-ci əsrin 90-cı illərində monarxiya idarə üsulunun devrildiyi dövləti tapın. Bu hansı dövlətdir? Bu Fransadır. Fransadır və onu da qeyd edeyim ki, Fransada 1700, hardan yazın buradan, 1792-ci ildə Burbonlar sülaləsinin hakimiyyətinə son qoyulur və Burbonlar da gəlmişdi 1594-cü ildə və 1792-də ilk dəfə Fransada, yəni Fransada ilk dəfə respublika idarə üsulu yarandı. İndi biz baxaq görə Fransa hardadır burada? Fransa 3-dədir. Bu oldu Fransa. Sonra 2 haradır? 2 oldu İngiltərə. 1 haradır? 1 İspaniyadır. Sonra 1'in, yəni İspaniyanın sol tərəfi bu hissə olacaq Portuqaliya. Portuqaliyadır. 5 İtaliyadır, Romadır. Və 4 olacaq Rusiya. Bizdən də nə istəyir? 92-ci ildə monarxiya devrilib, respublika elan olunan dövlət, bu da oldu Fransa. Yəni sualın cavabı C variantı. Keçək digər testə. Testdə deyilir ki, Yassi sülh müqaviləsinə görə Qaradəniz sahillərində möhkəmlənmiş dövlət. Hansı dövlətdir bu? Rusiyadır. Rusiya da burada hansıdır? 4'dür. Rusiyadır və Yassi sülhü də 1791-dədir. Onu da qeyd edelim, 1791-də. Yenə də 5 burada oldu İngiltərə, 2 oldu Fransa, sonra 3 har oldu, 3 Osmanlıdır. Osmanlı, 1 də oldu Rumıniya. Bizdən də Rusiyanı istəyir. Rusiyada oldu 4. Keçək digər testə. Testdə deyilir ki, 3-cü testdə Yassi sülh müqaviləsinə görə Cənubi Buqdan tutmuş Dnestr çayına qədər Qaradəniz sahilləri əldə etmiş dövlət. Bu hansı? Yenə də Rusiyadır. Oldu. Sualımızın cavabı nə? 4-də. Yox, 3-də oldu. Sualın cavabı C variantı. 4 tapdıq. Bunu da keçək digər testə. Yassi müqaviləsinə əsasən Krımın Rusiyaya qatılmağını təsdiq edən dövlət. Ümumiyyətlə bilək ki, 1783-cü ildə Krım Tabrid adı altında Rusiyaya keçir. Amma 1791 Yassi müqaviləsində isə Osmanlı, yəni 2 Osmanlı Krımın Rusiyaya keçməyini təsdiq eləyəcək. Bunu da bildik. Yenə də bayaq qeyd etdiyim 4 İngiltərədir, 3 də Fransadır, 1 də Rusiyadır. Keçək digər testə. 4'ü tapdıq cavabı. 5-ci sualda deyir ki, 1792-ci ildə Avstriya və Prusiyaya hansı dövlətə qarşı ittifaq yaratmışdı? Bu olacaq Fransadır. Fransa da burada hardadır? 2-dədir. Fransa. Sualımızın cavabı Fransadır. Keçək, deməli 5'i tapdıq E variantı. Keçək 6-cı testə. 6-cı test ilə bu testdə neyinidir? Deyir ki, 92-ci ildə Avstriya, Prusiya hansı dövlətə qarşı ittifaq yaratdı? Yəni də Fransa. 7-yə baxaq. 7-ci sualda deyir ki, kiçik qaynarca sülh müqaviləsinə görə gəmilərin Qaradənizdə üzmək hüququ əldə etmiş dövlət. Kiçik qaynarca da nə vaxtı? 1774-dədir. Oxşardır. Həmin ildə başqa nə hadisə baş verib? Biz Azərbaycan tarixindən keçmişik. Cavabdır, Şan döyüşüdür, keçmişik. Nəsə, deyir ki, hansı ərazidir ki, Qaradənizdə üzmək hüququ aldı? Bu olacaq Rusiyadır. 5. Sualın cavabı oldu 5. Deməli, 7-də də oldu 5. B variantı. Sonra keçək. 8-də. 1783-cü il Krımı işğal etmiş xanlıq. Bayaq da dedim ki, 1783-cü ildə Krım Tabrid adı altında Rusiyaya birləşir. Rusiya da burada haradır? Y variantı 3. Keçək digərinə. Kiçik qaynarca sülh müqaviləsinə görə gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst keçə bilərdi. Hansı dövlət? Təbii ki, yenə də Rusiyadır. Rusiyada 4-dədir. Deməli, 9-da oldu A variantı. Keçək digər testə. İndi Azərbaycan tarixinə aid suallardır. Xanlıqlar mövzusuna aid olmalıdır. Deyir ki, ərazisi indiki Azərbaycan Respublikasına daxil olmayan Şimali Azərbaycan xanlıqlar hansılardır? Baxın, burada 5'dir. 5 haradır? İrəvan, indi bizdə deyil. Sonra 1'dir, Dərbənddir, bu da bizdə deyil. Deməli, sualımızın cavabı olacaq 1 və 5. Var cavab, bəli. Sualın cavabı Y variantı. Keçək digər testə. Bayat Savaşında iştirak etmiş xanlıqları müəyyənləşdirin. Bayat Savaşı nə vaxtdır? 1748. Kimlər arasında oldu? Şəki, yəni Hadisə Çələbi və Qarabağ. Qarabağda da Pənahəli xan. Qarabağ.
Və Şəkinin də müttəfiqi kimdir? Erməni məliklikləridir. Erməni məliklikləri və həmçində Şamaxıdır. Şamaxı. Burada da yəni Şəki Hacı Çələbi məğlub oldu. Qarabağı asılılığa sala bilmir. Yəni Pənahil xan qalib gəldi. Hacı Çələbi məğlub oldu. Burada deyir ki, iştirak etmiş xanlıqlar hansılar? İndi baxaq. Bir burada haradır? Bir burada, bir dəqiqə o incə yazın buradan. Bir burada Dərbənddir. Dərbənd. 2 burada Qubadır. Sonra 3 Şəkidir. 5 oldu Qarabağ. Sonra Qarabağın biraz aşağı hissəsi. Bu 4. 4 haradır? Qarabağın biraz aşağı hissəsi olacaq Qaradağ. Burada Qaradağdır. Qaradağ. Sonra bu hissələr Urmiya gölü, Urmiya xanlığıdır. İndi bizdən nə istəyir? Bizdən istəyir ki, Bayat savaşına iştirak edən xanlıqlar Şəki və Qarabağ 3 və 5. Sualın cavabı 11-də C-dir. Yaxşı, indi bir dəqiqə bu xəritəni tam təmizləyim. Bir dəqiqə. Bəzi bir iki şey deyəcəm sizə bununla bağlı. Bax, məsələn, xəritədə bu hissəni göstərsə. Bir dəqiqə. Bu hissəni göstərsə. Bura hara olacaq? Lənkəran. Bura olacaq Lənkəran. Biraz aşağı hissəsi bu hissələr olacaq Ərdəbil. Ərdəbil. Sonra Urmiya gölü. Bax, bura Urmiya gölüdür. Bir dənə bura U hərfi yazım. Urmiya gölüdür bura. Sonra Urmiya gölünün aşağı hissəsi. Bax, bu hissələr olacaq. Hara? Yəni bu hissə Urmiya xanlığıdır. Qoy yazın bura Urmiya. Sonra bu hissə olacaq Marağa xanlığı. Marağa. Sonra Marağanın biraz üstü. Yəni bura Təbriz. Sonra burada dediyi oldu. Bayaq hara dedim? Qaradağ. Qaradağdır. Sonra Urmiya xanlığının biraz üstü. Yəni bura olacaq Xoy xanlığı. Xoy. Sonra biraz bunun üstü olacaq Maku. Görüm yazılır. Makudur. Sonra bura olacaq Naxçıvan. Naxçıvan. Bu hissə olacaq İrəvan. Demək olar hamısını yazdıq. Bu da oldu Qarabağ. Qarabağ. Bura oldu Gəncə. Bura oldu Şəki. Sonra bura oldu Dərbənd. Bura haradır? 2 də oldu Quba. Bu 2-nin də bu tərəfi olacaq Şamaxı. Şamaxı. Bu hissə də olacaq Bakı. Hamısını yazdım. Yəni bunları əzbərləyirsiniz. Testlərdə düşür. Sonra 12-yə baxaq. 12-də deyir ki, Qubalı Fətəli xanın 1759-cu ildə özündən asılı hala saldığı ərazi haradır? Haradır? Bura baxaq. Bura olacaq Dərbənd. Dərbənd də burada haradır? 1-dir. Bayaq da qeyd eləmişdim, 1-dir. Sonra keçək digər testdə. 1759 və 1767-ci ildə Quba xanlığına birləşdirilmiş Azərbaycan ərazisi. Bayaq dedim ki, 59-da birləşir Dərbənd və 67-də də birləşəcək Bakı. Sualın cavabı 5 və 4. C variantı. Keçək digərinə. Azərbaycanı birləşdirilmək uğrunda mübarizə aparan xanlıqlar hansılardır? Urmiya xanlığıdır. Ümumiyyətlə, birləşdirmək istəyən xanlıqlar Urmiyadır. Şəkidir. Sonra Qubadır. Sonra Qarabağdır. Qarabağ. Bunlar Azərbaycanı birləşdirmək istəyiblər, amma birləşdirə bilməyiblər. Bizdən birləşdirmək istəyən xanlıqlar olacaq 4 Urmiya və 3 Qarabağ. 3 və 4 var, bəli. 14-də də oldu. Y variantı. Keçək digərinə. Quba xanlığına birləşdirilməmiş ərazi. Baxaq görək. Bayaq burada dedim Dərbənd. 1 birləşib. Ona görə biri çıxırıq variantla. Bir dəqiqə gözləyim. Sildim biraz görək. Biri Y variantının ardını görə bilmirəm. Nəsə. Biri çıxdı. Sonra Lənkəranı bəli birləşdirir. Deməli, bizə birləşdirilməyən lazımdır. 1 ilə 5-i çıxdıq. 5-i çıxdıq. Baxaq. Qubalı Fətəli xan onu qeyd edeyim ki, Qarabağa yürüş eləyir, amma Qarabağı tuta bilmir. Deməli, variantımızın biri olacaq 4. Həmçinin Naxçıvanda 3 və 4. Bunları Qubalı Fətəli xan birləşdirə bilməyib. Deməli, 15-də oldu D variantı. Deməli, 1819-1820-ci ildə ləğv olmuş xanlıqlar. 19-da ləğv olur. 19-da hansıdır? Şəkidir. 20-də ləğv olur Şamaxı. Bizdə də Şəki və Şamaxını istəyir. Bu olacaq Şəki 1, Şamaxı da 5 var. Variant bəli var. Tapdıq. Sonra 17. Xatın arxa döyüşündə Məhəmməd Həsən xan Qacarın qoşunları ilə vuruşan xanlıq. Bu hansıdır? Qarabağdır. Qarabağdır və Qarabağda burada 3-dür. A variantı. Keçək digər testdə. Görürsünüz, yəni çətin deyil.
Adam öyrənəndə öyrənə bilir. Aha, deməli 1822 və 26-cı illərdə ləğv olunmuş xanlıqlar. 22-də ləğv olunub Qarabağ. 26-da ləğv olunub Lənkəran. Deməli Qarabağ oldu 1, Lənkəran oldu 2. Sualın cavabı 1, 2, 18-də dedim. Keçək digərinə. Bir dəqiqə, sildə bilmədim. Hə. Deyir ki, 19-cu sualda Gəncə xanlığını asala salmışdı. Bayat savaşında Şəki xanlığını məğlub etmişdi. Bu olacaq 1748. Şəkini məğlub edən Qarabağ. Bayaqda qeyd elədim. Sualın cavabı 19-da deyil. Keçək. 20-ci sual. 20-ci sualda deyilir ki, göstərilənlərin aid olduğu xanlığı tapın. Muğanlar Şahsevən tayfasının bir hissəsini köçürdü. Biz bildik ki, Quba xanlığıdır. Qubalı Fətəli xan 1759-cu ildə də Dərbənd xanlığının özünə tabe etdi. Bu da Qubadır, amma Qubalı Fətəli xan hətta Quba xanlığıdır, bəli, düz dedim. Dərbənd xanlığını tabe etdi. Sonra nədir? Burada hansıdır Quba? Quba da burada 2-dir. Sualın cavabı oldu 20-də D variantı. Keçək digərinə. 21-ci sual. 18-ci əsrin ikinci yarısında Talış, yəni Gülüstan Məlikçiliyinin tabe olduğu xanlıqlar. Ümumiyyətlə, erməni Məlikçiliklər Qarabağ xanlığına tabe idi. Bu da olacaq Qarabağ xanlığı 5-dir. Sualın cavabı C. Keçək digər testə. 22-ci test. Xaçın Məlikçiliyinin tabe olduğu xanlıq, yenə də qeyd edirəm, Məlikçiliklər Qarabağ xanlığındadır. Olacaq C. Keçək 23-ə. 1759-cu ildə Dərbənd xanlığını özünə tabe edən xanlıq. Dərbəndi birləşdirir. Dərbənd burada 2-dir. Bu da olacaq Quba. Yəni Quba xanlığı özünə tabe edir 1759-da. Və qeyd edim ki, 2-nin bu hissəsi var. Burada Dərbənddir. Onu da qeyd edim. Sonra nədən danışaq? Bir dəqiqə. 2 hanı bu da variant. Hə, C variantı. Keçək digərinə. 23-də oldu. C variantı. 1767-ci ildə Quba xanlığının təsirinə düşmüş xanlıq bu olacaq Bakı. Bu da oldu 5. Azərbaycan torpaqlarını birləşdirməyə çalışan şimali Azərbaycan xanlıqları. Bu hansıdır? Bayaq dedim ki, Şəkidir, sonra Qarabağdır və Qubadır. Bizdə görək nə verir burada. 5 Quba və başqa haradır? Qarabağ. Deməli 1 yox, biri çıxaq variantdan. 2 də 1 oldu İrəvan, biri çıxdı. 2 oldu Naxçıvan, çıxdı. 3 burada Gəncədir, Gəncə yox. 5 burada Şəkidir. Bəli, elə sualın cavabı 5-dir. 5 burada Qubadır, üzr istəyirəm. 5 burada Qubadır. 4 burada Şirvanşahlardır. İndi sualın cavabı oldu 25-də Y variantı. 26. Azərbaycan torpaqlarını birləşdirməyə çalışan Cənubi Azərbaycan xanlığı. Bu olacaq Urmiya xanlığı. Ən güclü xanlıq oydu və o da birləşdirmək istəyib. Amma birləşdirə bilmir. 26-da oldu Y variantı. Sonra keçək 27-yə. 27-də Asantlı Vərəndə Məlikçiliyinin tabe olduğu xanlıq bu Qarabağdır. 4. Bayaq da ona uyğun test var idi. Bu da onun təkrarıdır heç. 29-dan baxaq. 29-da deyir ki, 1806-cı ildə Bakı və Dərbənd xanlığını işğal etmiş dövlət. Bura haradır? Rusiyadır. Rusiyada burada 3-dür. 5 burada Osmanlıdır. Sonra 4 Rumıniyadır. 2 Fransadır. 1 İngiltərədir. Belə. 30-cu sual. 30-da deyir ki, 1806-da Quba və Dərbəndi işğal etmiş dövlət təbii ki, yenə də Rusiyadır. Sualın cavabı 3. Keçək digərinə. Deyir, Gülüstan müqaviləsinə əsasən Rusiyanın hakimiyyəti altına düşməyən xanlıqlar. Gülüstan nə vaxtda? 1813-cü ildədir və bizdən də soruşur İrəvan və Naxçıvan xanlığının. İrəvan burada 1-dir, 2-də Naxçıvan. Sualın cavabı 31-də oldu A variantı. 1827-də Rusiya tərəfindən işğal edilmiş Azərbaycan xanlıqları bu Naxçıvan, 1 İrəvan, 3 Naxçıvan, 1 və 3 var. 32-də oldu C variantı. Keçək digər testə. 40-a qədər testi az qalıb. 1812-ci ilin sonu, 13-cü ilin əvvəlində Rusiyanın işğal etdiyi xanlıq bu hansıdır? Bu Lənkəran xanlığıdır. Bu da olacaq 2.
Sonra 1823-cü ildə və 1806-cı il Rusiya tərəfindən tutulan ərazi bu haradır? Bakıdır. Bakıda olacaq 3. Bunu tapdıq. 1822-ci ildə və 1806-cı ildə Rusiya tərəfindən tutulan şəhər, bu da olacaq Dərbənd, 4. Bunu da tapdıq. Baxaq, 36. 1722 və 1806-cı ildə Dərbəndi işğal etmiş dövlət, bu olacaq yenə də Rusiyadır. Rusiya da burada 4-dür. Sonra 1830-cu ildə Rusiya müstəmləkəçiliyi əleyhinə baş vermiş üsyan, bu olacaq Çar Balakəndə. Bu 1, 37-də oldu D variantı. Keçək digərinə. Şeyx Şaban və Həmzət bəy başçılıq edirdi üsyana, onu da qeyd edeyim. Burada 38-də deyir ki, Gürcüstan İmeretiya quberniyasının tərkibinə daxil olmayan Azərbaycan ərazisi, bu olacaq 5, Lənkəran. Bu ərazilər daxil idi. 5 daxil deyildi. Sonra Gürcüstan İmeretiya quberniyasının tərkibinə daxil olmayan Azərbaycan qəzası, bu olacaq 5. 3 deyirəm, amma 5 yazıram. Yəni bu ərazilər daxil idi. Amma 3 daxil deyildi. 40-a keçək, 40-cı suala. Bir dəqiqə, bunu düz dedim. Sonra keçək növbəti suala. Növbəti sual 1819-cu il və 1820-də ləğv olunmuş Azərbaycan xanlıqları. Bunlar hansılardır? 41-ə baxırdıq. Amma arada hansı qaldı, yadımdan çıxdı. Baxaram görüm hansıydı arada qalan. Deməli 1819-da ləğv olur Şəki. 19-da Şəkidir. 20-də də olacaq Şamaxı. Bizdən Şəki və Şamaxını istəyir. Baxaq. Şamaxı 1-dir. Şəkidə 3-dür. 1 və 3 var. Variant 41-də yox, səhv dedim, də üzr sayın. 1819-da oldu Şəki, 20-də Şamaxı, düz dedim də. 3 har oldu, 3 dedik Şəkidir. 3-ü düz götürdük. Sonra 20-ci ildə ləğv olundu Şamaxı, düzdür. 1-3 sualın cavabı 41-də Y. Keçək digərinə. Sonra 42-ci sualda. 42-ci sualda deyilir ki, 1831-də Rusiya müstəmləkəçi əleyhinə baş vermiş üsyan, bu Lənkəranda baş verdi. Lənkəran da burada 2-dir. Sonra görək, bəsdir bu qədər. Yerdə qalanda gələn dəfə izah edərəm. Sağ olun, hələlik.